Bugün en büyük problemlerden biri de dostluğun ucuzlaşmasıdır. Sosyal şəbəkələrdə yüzlerle dostu olan insan bazen bir derdini diyecek bir nefer tapa bilmir. Gülüşler çoktur ama səmimiyyət azdır. Bir düşünək, gençlerimiz, övladlarımız kimlerle oturup durur? Onları kim təsirləndirir? Kim onların qəlbinə yol tapır? Onların düşüncesini kim formalaştırır? Unutmayaq, pis dost səni bir anda yox, yavaş-yavaş dəyişər. Səni hiss etdirmədən günaha alışdırar. Səni addım-addım Allah'tan uzaqlaşdırar. Amma yaxşı dost səni namaza çağırar, səni haramdan çəkindirər, səni cənnətə aparan yolda yoldaş olar. Elə isə əziz valideynlər, sözüm sizədir. Övladlarınızı sadəcə qorumaq kifayət deyil, onların dostlarını da tanıyın. Onların kimlə vaxt keçirdiyini bilin. Çünki bəzən bir dost bir ailənin verə bilmədiyini verir, ya xeyir ya da şər. Övladlarımızın gələcəyi onların dostlarının əxlaqı ilə formalaşır. Bir gənc pis vərdişə çox vaxt düşməninin yox, pis dostunun təklifi ilə başlayır. Övladlarımıza kiminlə oturub durduqlarını nəzarət etmək, onlara təzyiq etmək, onları sıxmaq deyil, onları uçurumdan qorumaqdır. Bugün hər kəs əsl dostun olmamasından gileylənir. Amma gəlin özümüzə belə bir sual verək. Mən özüm necə dostam? Mən dostumu Allaha yaxınlaşdırıram, yoxsa uzaqlaşdırıram? Mən dostumun çətin günündə yanındayam, yoxsa sadəcə rahat günlərin dostuyam? Mən dostumun dar günündə onun yanında sarsılmaz qalamayam, yoxsa sadəcə yaxşı günlərin qonağı? Unutmayaq, qiyamət günü insan deyəcək, kaş filan kəslə dost olmasaydım. Elə isə bu peşmanlığı yaşamamaq üçün bugün doğru dostu seçək, doğru dost olaq. Uca Allah bizləri səmimi, sədaqətli, ixlaslı dostlardan etsin. Uca Allah bizləri dostluğu mənfəət üzərində deyil, məhəbbət və iman üzərində quranlardan etsin.